vaxtınız xeyirli olsun. Növbəti Marketing Talksun buraxılışı ilə qarşınızdayıq. Əli müəllim, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Bugün doğrudan da belə qeyri-adi gündür mənim üçün. Sizin təbirinizcə desəm, zaten videonu izləyənlər bilir, altda yazılır da adlar. Bəli. Bugün iki xanımın sırasında tək mənəm və özümü səhər tezdən bunu hiss etmək, belə pozitiv hiss eləmək çox qəşəngdir. Ümid edirəm ki, həm mövzumuz da müzakirəmiz maraqlı gedəcək, həm də bu pozitivi sona qədər aparacağıq. Bəli, mən də inanıram buna, çünki xanımın fəaliyyət istiqaməti, özünün söhbəti çox, həm özü xoş, həm söhbəti xoş, bəh-bəh. Daha nə olsun buraxılışımızda. Və ələli xüsusda bu buraxılışımız artıq Ramazan ayının son günləri yayımlanacaq və bayram ərəfəsindəyik. Bu arada Ramazan bayramı münasibətilə hər kəsi təbrik edirik. Allah tutduğunuz oruçları qəbul eləsin. Necə gəldi, getdi bu bir ay? Həqiqətən də mən də heç öz adımdan hiss etmədik. bol ruzu, bərəkət arzu edirəm, firavanlıq arzu edirəm. Həmişə ailənizdə rahat, xoşbəxt olasınız və bu bayramlar da həmişə düşərli olsun sizə. İnşallah, inşallah. Çox qəşəng bir ərəfələrdə. Yaz da gəlir, artıq aprel ayı gəlir. Güllü çiçəkli Bakıya mən çox darıxmışam elə havalar üçün. Soyuq heç mənlik deyil. Və güllü çiçəkli demişkən keçid eləyək. Marketing Talks ikinci yazın, baharın yaşamağa başlayır. Aha, doğrudan elədi. Bugünkü qonağımız da öz gəlişi ilə bizə dəyər qatır və baxaq görək bu gün onun söhbətindən kimlər nə fayda götürəcək. İnşallah. Xoş gördük Xəyalə xanım. Təşəkkür edirəm. Xoş İlk gəlmisiniz. öncə mən sizə təşəkkür edirəm belə gözəl bir veriliş üçün, belə gözəl bir podkast üçün. Çünki həqiqətən də bizim bazarda buna ehtiyac var idi. Və nə gözəl ki, bunu real кейslər üzərindən, təcrübəsi olan insanlar tərəfindən quruldu və mən Əli bəyin fəaliyyətini izləyirəm və Əli bəylə bir yolumuz da olub. İnanıram ki, davam da eləyəcək. Şəbnəm xanım, sizi də çox sevirik. Xanım olaraq çox gözəlsiniz. Çox təşəkkür edirəm. Və inanırıq ki, bu sahədə bizim xanımlar daha çox inkişaf eləyəcək və mən çox sevinirəm bizim xanımlar aktiv olanda. Eyni şəkildə razıyam. Sizinlə bugün o mövzuya da toxunacağıq. Xanımlar da bizi diqqətlə izləsin. Bu məsələdə sizin də fikirlərinizi alacağam. Mənim üçün də çox önəmlidir və Əli müəllimin də xanımlara bu sahədə göstərdiyi xüsusi dəstəyi mütləq vurğulamalıyam. Ələl xüsusda keçən buraxılışda da vurğulamışdım. Bizdə Marlabda, bizdə deyə bilərəm də müəllim. Tamamilə. Bizdə Marlabda Elnura Hüseynovanın adına təqaüd proqramı. Üzr istəyirəm. Elnura Abbasovanın çox gənc yaşda həyatını itirdi. Çox təəssüf ki, Allah ailəsinə səbr versin. Amin. İndi onun adına təqaüd proqramı olacaq və o təqaüd proqramında da məhz xanımlar marketinq sahəsində öyrənmiş olacaq. Məncə bundan gözəl bir addım ola bilməz. Bir daha təşəkkür edirəm müəllim sizə. Siz sağ olun, çox sağ olun, borcumuz. Belə, buraxılışımıza başlaya bilərik. Mən istəyərdim elə, bilirəm ki, biz adətən uyğun olaraq birinci qonaqlarımızı tanıyırıq. Gəlin elə, yenə də ona sadiq qalaraq. Sizi tanıyırlar, amma yenə də yeni izləyənlər varsa ki, sizin fəaliyyətinizdən daha da yaxından tanış olmaq istəyirlər, sizi tanıyaq. Xəyalə xanım kimdir? Xəyalə Mütəllimova, Artmut Agency-nin təsisçi direktoru və reklam və marketinq sahəsindən Dəstək İctimai Birliyinin sədriyəm. Bu qədər. Nə qədər sadə. Çox rahat sadə. Amma mən bilirəm ki, söhbətdə mən çox şey çıxardacağam sizdən. Buna bugün hazırlaşın. Xəyalə xanım, siz vurğuladınız ki, Artmut Agency-nin təsisçisisiniz. Mənə maraqlıdır. Bazara daxil olarkən, Artmut'u yaratmağa başlayarkən, hələ ilkin necə oldu? Hansı boşluqları gördünüz, agentliyi açmaq qərarına gəldiniz? Ümumiyyətlə bu biznes yolu necə oldu ki, siz qərar verdiniz ki, belə bir agentliyi açmaq istəyirsiniz? Yəni birinci ondan başlayaq. Yoxsa mənim kimi təsadüfi oldu? Açığı təsadüfi olub. Yəni sahə olaraq mən menecmenti bitirmişdim və ilk satış həvəsim, ondan sonra idarə etməni sevmişəm. Yəni mən uşaqlıqdan idarə etməni sevmişəm hər zaman və açığı çox təsadüfi oldu. Reklam sahəsində başladım fəaliyyət göstərməyə. Hətta o vaxtı yadınızda olar, telefonla zəng vurub məhsullar satırdıq. Bəli. Və o məhsul satışı üzrə mən hər zaman birinci olurdum və orada biz bonuslar qazanırdıq. Ən çox bonusu hər zaman mən qazanırdım və oradan mənim satış qabiliyyətim olduğunu öyrəndim, bildim. Və ondan sonra tanış bir xanımın yanına getdim. Reklam sahəsində bir müddət çalışdım. Sonra təəssüflər olsun ki, xanım fəaliyyətini dayandırdı və mən hardasa bir
bir ildən çox evdə oldum və mən nə işləyə bilərəm? İş təklifləri alırdım, çünki artıq sahədə azdan çoxdan tanıyanlar var idi. Amma kiməsə tabe olmaq və ələxüsusda qadınla işləyəndən sonra, xanımla işləyəndən sonra kiməsə gedib necə tabe olaram və o tabeçilik, o rahatlıq hissi məndə itə bilər. Onu düşünərəkdən düşündüm ki, mən ancaq özüm nə isə yaratmalıyam və bu sahəyə həvəsim olduğu üçün, bu sahəni bildiyim üçün bu sahəyə qərar verdim. Əla, artıq neçə ildir fəaliyyət göstərirsiniz? Bu il artıq inşallah ki 15 ilimiz olacaq. Maşallah, 15 il. Yəni bazarda artıq kifayət qədər özünün yerini tutmuş, güvənilir bir agentliyə dönüb. Çox gözəl, daha da gözəl illərə inşallah. Əslində siz vurğuladınız agentlik tərəfdən, amma mən söhbətin gedişatında sizin digər idarə heyətiniz və olduğunuz reklam və marketinq sahəsində inkişaf, bu ictimai birlikdə səhv etmirəmsə, o mövzuya da toxunacağam. Amma ora keçməmişdən mənim də bir sualım var, Xeyra xanım. Xeyra xanım, bax, deyirsiniz ki, bəzən belə olur da, tutaq ki, mənim qabiliyyətim, bacarığım, həvəsim hansı sahədirsə, orada özümü görürəm və cəhd edirəm orada olum. Amma həyat həmişə belə rahat deyil ki, o fürsətləri sən dəyərləndirə biləsən və başlayasan işi orada qurmağa. Yəni, hər halda ki, bu sahəyə, belə deyək də, girişməmişdən qabaq, siz müəyyən bir çıxarlar əldə elədiniz ki, məsələn, mənə çox maraqlıdır, misal üçün ki, o qərarınıza nə təsir elədi? Mən, məsələn, xəyali olaraq, artmud olaraq mövcud ola bilərəm əslində bu bazarda. Çünki hamı bilir ki, reklam bazarı elə də sadə, rahat bazar deyil girmək üçün. Çox rəqabətçil bir bazardır. Yəni, bu fürsətləri necə gördünüz və necə girə bildiniz bazara? Bax, bu hissə mənə çox maraqlıdır. İndi hər halda ki, onun da bir maraqlı tarixçəsi var ki, məsələn, bir neylənsə başladım, nə bilim, necə oldu, yəni, bax, bu maraqlıdır mənə ki, gözünüzü qorxuzmadımı ki, bu qədər rəqabətçili bazarda, birdən belə bir gözəl xanım, salam əleyküm gəlmişəm, mən reklam agentliyi açmışam. Bu necə oldu, bax? Əslində, başdan deyim ki, çox çətin oldu. Amma necə başladım, mən bu reklam sahəsində olduğum üçün və artıq reklam sahəsində insanları tanıdığım üçün, onda artıq bir növ makler rolu oynuyordum. Kimdənsə nəyisə alırdım, digər bir şəxsə satırdım. Və reklam sahəsində dostlarımız var idi. Onlar üçün isə bukletlər eləyirdim, kənarda eləyirdim, gətirib üstünə pul qoyurdum, onlara satırdım. Və orada reklam rəhbəri, hansı ki, hal-hazırda, bu arada onu da salamlayıram, Afin bəyi, düzdür, hal-hazırda tam başqa sahədədir. Afin mənə dedi ki, gəl bizdə otur, bizim ofisimizdə otur və birlikdə nələrsə eləyək, çünki sənin potensialın var, sən onu istifadə etməlisən. Mən isə tərəddüdlü idim, çünki açıq maliyyə resursum sıfırdan da aşağı idi, yəni ailə vəziyyətimiz elə də yaxşı olmayıb və necə olar, necə gələcəm, necə gedəcəm bilmirdim. Və qərar verdim ki, gəlim. Bir də o zamanlar çox utancaq idim. Mən gedib kimdənsə necəsə iş istəyim, iş alım. Yəni bu mənim üçün çox mümkünsüz bir şey kimi gəlirdi. Telefonda sata bilərəm, problemsiz. Və nə edə bilərəm? Düşündüm ki, mail göndərmək vasitəsilə. Onlar sağ olsun ki, mənə ofisdə yer ayırdılar və orada bir dizayner də var idi və mail vasitəsilə mən nə isə eləyə bilərəm. Düz 9 ay, hər gün demək olar ki, 30-40 mail göndərirdim. Düz 9 ay və hətta bir kompüterim də var idi, o vaxt onu almışdım. Çox bərbad bir gündə idi, çox pis idi və işləmirdi. Afin sağ olsun ki, mənə kompüter də orada var idi, verdilər ki, istifadə edə bilərsən. Və mən orada, Afinin atası idi, bir də yeznələri idi və mən orada özümü çox rahat hiss eləyirdim, çünki onlar mənə, mən oranın rəhbəriyəm kimi davranırdılar və sağ olsunlar, mən onu heç vaxt unutmamışam və unutmayacağam da. Və oradan başladım nələrsə satmağa. Axır düz 9 ay sonra ilk satışma elədim. Bilmirəm adım burada. 9 ay ərzində hər gün 30-40 mail göndərəsən, gör nə qədər insanda iradə olar ki, bu 9 ay boyunca dözəsən. Düz 9 ay. Və 9-cu ayda sifarişi nəhayət ki alasın.
Bəli, 9 aydan sonra isə Cəlilabadda bir mebel zavodu var idi. Onun rəhbəri mənə, onda bizim vaxtımızda daha çox Mail.ru-dan istifadə edirdik və Mail.ru-da mənə yazdı ki, siz fəaliyyət vizası haqqında mənə göndərin. Onlara vinil bayner çapları lazım idi və ilk işimi onlardan götürdüm və demək olar ki, illərlə onlarla çalışdıq. Amma artıq o iş gələndən sonra artıq davamlı işlər götürməyə başladım. Artıq onda biz reklam hərfləri satırdıq. Onda mənim şirkət olaraq özümün nəyimsə yox idi. Çünki orada tək idim və Afingilin şirkəti var idi. Və elə fəaliyyət göstərməyə başladım və özümə bir işçi götürdüm, bir xanım işçi götürdüm. Oradan artıq getdi. Artıq 15 il getdi. Nə qəşəng, maraqlı yoldur. Həqiqətən də düşünürəm ki, bu elə hekayəniz də bir çox insanlara ilham olacaq. Hansı ki, bir günə mail göndərir və tez həvəsdən düşür ki, o mailə cavab gəlmədi. Yox, 9 ay dayanmadan mail göndərmişəm həqiqətən. Çünki var, elə кейslər də var. Ona görə bilirik ki, elə bir təcrübələr də yaşayıblar. Xeyri xanım, gəlin biraz da agentlik tərəfdən onda söhbət eləyək. Mənim özümə də maraqlıdır ki, müştərilərlə işləyirsiniz və mənim də ən çox sevdiyim tərəf odur ki, müştərilərlə, insanlarla işləmək. Nə qədər də biz desək də ki, çətindir işləmək, onları anlamaq, amma bu qarşılıqlı baş verən bir şeydir. Birinci sualım bu yöndə olacaqdır ki, müştərilərlə işləməyin ən çətin məqamı nədir? Onları razı salmaq, yoxsa onları innovativ həllərə inandırmaq? Ya da kreativ bir şeyə inandırmaq? Təəssüflər olsun ki, bunu bütün müştərilərə xitam eləmirəm. Bəzi müştərilərimiz, yəni çox hissə bu təşkil eləyir, maariflənmə problemləri var. Yəni insanlar maariflənməyib, yəni bizim sahə ilə bağlı maariflənməyiblər. Marketinqin nə olduğunu, reklam nəyə lazımdır, bunları bilmirlər. Ona görə də bəzi müştərilərlə işləmək o tərəfdən çox çətin olur. Hətta mən sizə deyəcəm ki, çox ehtiyacım olan bir zaman idi və bir müştəri var idi, hansı ki, çox yaxşı orada mən qazana bilərdim. Amma o qədər insanın sahədən xəbəri yox idi ki, inanın ki, mən o müştəri ilə, bu illər öncə olmuş bir hadisədir və mən o müştəri ilə işləmək istəmədim və işləmədim də. Hətta ondan sonra əlaqədə saxladılar işləyək və inanın ki, o qədər adam baxırsan ki, adamın bu sahə ilə bağlı heç bir fikri yoxdur və başa düşürsən ki, mən bugün bu ilə işləməyə başlasam və mən bu ilə bir ay tamam işlədim, qazandım, amma bir aydan sonra adam sahəni bilmədiyi üçün mənə nə qazandırdın, mən nə qazandım? Yəni, insanlar elə bilir ki, mən bugün reklama büdcə ayırdım, marketinqə büdcə ayırdımsa, mən sabah artıq qazanmalıyam. Mən qazanmıramsa, bu reklamın faydası yoxdur. Ona görə mən sahibkarlarımıza əsasda istəyərəm ki, bizim sahibkarlarımız sahə ilə bağlı maariflənsinlər və ya maariflənmək istəmirlərsə, peşəkarlara güvənsinlər. Çünki peşəkarlara da güvənmirlər. Mən peşəkar marketoloq dostlarımız var ki, baxırsan ki, adam peşəkardır, amma nə bilim, şirkətdə lampiçka bağlayır, sosial media idarə edir və bu marketoloqdur. Baxırsan ki, bu marketoloq hara qədər inkişaf eləyə bilər? Necə inkişaf eləsin? Biz necə bundan inkişaf gözləyə bilərik? Gözləyə bilmərik. Ona görə də bu sahə çox təəssüflər olsun ki, Azərbaycanda əllə sayılası 4-5 şirkət var ki, orada normal marketinq həqiqətən də işləyir. Yəni, marketoloq hardasa inkişaf eləyə bilir. Və ya sahibkarların başı daşa dəydikdən sonra artıq fikirləşirlər ki, artıq mən marketinqi önəmsəməliyəm. Marketinq demək ki, həqiqətən də sahə olaraq var. Yəni, şirkətdə maliyyə tərəfi nə qədər önəmlidirsə, marketinq tərəfi də o qədər önəmlidir. Yəni, bu ikisi bir-birini tamamlamasa, o şirkət, o brend önə çıxa bilməz, brendləşə bilməz ümumiyyətlə. Ya bir müddət qazanacaq, dayanacaq, ya da baxın, indi son zamanlarda çox rastımıza gəlir, bizim satış komandası deyir ki, filan şirkətin rəhbəri deyir ki, mən onsuz da pulumu qazanıram da, mənim marketinq neyimə lazımdır və ya reklam neyimə lazımdır. Bu
Bu arada mən marketinq reklamı ayırıram, əlim bilir niyə ayırıram. Reklam mənim ehtiyacım yoxdur da. Mən nə edirəm ki onu? Onsuz da qazanıram. Amma sabahları bir rəqib ortaya çıxdığı zaman həmin o insan artıq təşvişə düşür. Çünki artıq brend məhv olmağa gedir. Ona görə məncə sahibkarlarımız marketinq sahəsində mütləq şəkildə maariflənməlidir. Bu mütləqdir. Mən bunu bütün sahibkarlara səslənərəkdən deyirəm. Çünki biz nə qədər sahədə maariflənməsək, bu sahə həm də maliyyə sahəsində bu arada maariflənməlidir. Çünki maliyyə sahəsində də çox böyük çətinliklər olur. Çünki şirkətin əsas ana xəttləridir. Mən bir əlavəm var. Məsələn, bəzən bəlkə də misal üçün bu buraxılışlarda mövzuda danışırıq. Mən çalışıram çox da sizin bir çağırış, maraqlı, gözəl çağırışınızı tez-tez səsləndirmirəm. Bu əks effekt yaratmasında, məsələn, adətən bizi izləyəndə elə düşünürlər ki, yox, bunlar deyir, öz sahəsini, öz xidmətini satmaq üçün öz sahəsini çox tərifləyirlər. Amma reallıq göz qabağındadır. Məsələn, bu yaxınlarda da dəvət olunduğum bir şirkətdə eyni mənzərənin, necə deyim, şahidi oldum. Yəni, hələ də bu təcrübələr də bitmir də. Şirkət kifayət qədər böyük investisiya qoyub işə və hal-hazırda gözləntilərinin, yəni hansı ki bu investisiyadan gözləntiləri ki var, geri qayıdış olacaq mənfəət şəklində, yəni bəlkə 2-3 dəfə aşağısındadılar faktiki vəziyyətə görə də. Və oturub rəhbər heyətlə danışanda və yaxud da təsisçilərlə danışanda artıq o dediyiniz məqam var, gəlib bir yerə dəyirlər, hal faktla qarşılaşırlar və özləri artıq etiraf eləməyə başlayır ki, ümumiyyətlə marketoloq gərək işin əvvəlində olsun. Yəni indi və mənim şəxsən öz təcrübəmdə qarşılaşdığım halların əminliklə bəlkə öz müşahidələrimə görə, indi hər halda öz portfolyomu bilirəm deyə bunu rəqəm səsləndirə biləcəm. 90% halında bu kimi hallardır ki, ya biznes bazara girmək üçün investisiya qoyub, üzərindən xeyli müddət keçəndən sonra baxıb ki, o qədər də mənfəətli, cəlbedici deyil. Həmin anda qərar verib ki, marketinq artıq gəlsin, baxsın dərdimiz nədir. Ya da ki, elə müəyyən bir sabitliklə barışmalı olub ki, misal üçün, elə mənim deməli maksimumum budur. Bundan artığına gücüm çatmır və sonra müəyyən bir fürsəti dəyərləndirmək istəyəndə, məsələn, marketoloqlara müraciət edir. Bir dənə əsas dediyiniz mövzuda digər məsələni qeyd edeyim, sonra növbəti suala keçək icazənizlə. Marketinqi o sosial media ki qeyd elədiniz, yəni bu doğrudan da hal-hazırda marketoloqun işinin mahiyyətini dəyişib. Yəni, həm sahibkarların gözündə, həm də ki, ümumiyyətlə, belə deyim də, bu peşəkar, bu sahədə işləyən insanların gözündə. Bayaq qeyd elədiyim o faiz ki, qeyd elədim, 90%, elə onun az qala 80% də elə marketinqi ancaq sosial media ilə bağlı anlayır, başa düşür və düşünür ki, mənim sosial mediam mənim ümumi biznesimin böyüməsinə nə kömək eləyəcək. Yəni, marketinqi tək sosial media çərçivəsində dəyərləndirirlər və bugün sahibkarlara da elə sizdən istifadə edərək səslənmək istəyirik. Yəni, marketinq, sosial media, mən deyərdim ki, ümumi marketinqin bir ağac kimi obrazlı şəkildə təsvir eləsək, bəlkə də bir yarpağıdır. Yəni, onu tək sosial mediana məhdudlaşdırmayın. Maraqlı məqamlar vurguladınız hər ikiniz. Növbəti sualımı da yenə o yöndə vermək istərdim ki, siz maariflənməni dediniz, əslində çox yaxşı bir məqamı vurguladınız. Bir də var, təbii ki, hamıya şamil edə bilmərik. Müştərilər var ki, gəlir, deyir ki, bu mənim şirkətimdir də, mən nə istədiyimi bilirəm və mütəmadi olaraq tasklar verir və yenə də o yekun qərara gələ bilmirlər də. Hər dəfə müdaxilə edir, istər dizayna, istər prosesə, istər layihəyə. İndi burada agentliyə ən çətin məqam nədir? Nə istədiyini bilməyən müştəri, yoxsa dayanmadan layihəyə müdaxilə edən müştəri?
Məncə ümumiyyətlə müştəri agentliyə güvənib iş verirsə, müdaxilə etməməlidir. Çünki birinci o agentliyi araşdırmalıdır və onun stilistikasına, vizualına uyğundursa, həmin agentliklə işin görməlidir. Əgər müdaxilə edəcəksə, onda agentliyin yerində müştəri oturmalıdır. Yəni agentlikdən istifadə olunmamalıdır. Və ya necə ki bizdə hal-hazırda qəbul olunub, hər kəs daxilində agentlik qurub şirkətlər. Bəli. Yəni hər kəs daxilində agentlik qurub, amma tutalım adi sosial mediadan söhbət gedir də. Deyir, sosial medianı agentliyə verməkdən, idarə etməkdənsə bir dənə işçi götürərəm, hamısını idarə eləyər. Bu dənə işçi copywritingında işini görür, vizualları dizaynerında işini görür, ondan sonra stilistikanı da görür. Axı bunu və məvacibi o qədər kiçik olur ki, və biz bir insanın bu qədər peşəkar olmasını mümkün deyil. Yəni hər kəsin öz peşəsi var, hər kəsin öz ixtisası var. Ona görə də şirkət rəhbərləri ələxüsusda daxildə agentlik qurmaq istəyirlərsə qura bilərlər. Amma hər tərəfli o agentliyi təmin eləməlidirlər ki, bizim marketinqimiz ümumiyyətlə nə qədər düzgün inkişaf eləyəcəksə, bizim iqtisadiyyatımız da o qədər böyüyəcək, genişlənəcək, sahibkarlıq fəaliyyətimiz genişlənəcək. İxrac artacaq. Bəli, idxalımız da, ixracımız da hamısı artacaq. Amma Azərbaycanda nə düşünürlər? Mənəm. Bu mənimdirsə, mən qazanım, mən. Amma bu məndən biz hara qədər gedərik? Hara qədər gedə biləcəyik ümumiyyətlə? Biz axı hər birimiz Azərbaycanlıyıq və hər birimiz loru dildə desək əlimizi daşın altına qoymalıyıq. Yəni dövlət üçün, millət üçün, gələcəyimiz üçün. Hətta məni fikirləşəndə belə mən öz gələcəyimin uşağımın, nəvəmi düşünməliyəm. Çünki hamımız bu dövlətdəyik və biz hamımız bu dövlət üçün çalışırıq. Ona görə mən düşünürəm ki, mütləq şəkildə sahibkarlar ilk öncə işləmək istədikləri agentlikləri araşdırmalıdır və ona uyğundursa artıq agentliyin işinə müdaxilə etməməlidir. Müdaxilə edirsə, artıq o agentliyin yerinə çalışır və artıq orada agentlik... Mən sizə bir şey deyim ki, biz agentlik olaraq bəzən elə hallarına rastlaşırıq ki, elə bir vizual gəlib, sonda çıxır mənim qarşıma. Mən deyirəm ki, mən bu vizualı mənim şirkətimin adı ilə, yəni bizim şirkətin adı ilə bu vizual çıxmamalıdır. Çünki bu çox üzr istəyirəm, amma biabırçılıq olur. O qədər müdaxilələr olur oradan və sahibkarlarımız düşünür ki, bir misal üçün postun üstündə və ya bir billboard bannerinin üstündə nə qədər çox informasiya olsa, bunlar o qədər çox PR eləyəcək özünü. O deyil. Yəni ona görə mütləq şəkildə yenə də gəlib çıxırıq maariflənməyə. Mütləq şəkildə maariflənməliyik. Yəni hamımız bu sahədə maariflənməliyik. Əgər sahibkarıqsa, sahibkar olmaq istəyiriksə, ilk öncə marketinqi öyrənməliyik. Marketinq nə deməkdir? Marketinq nə üçün lazımdır? Marketinq 2 dənə reklam verməklə deyil də. Yəni bizdə bir yaralı tərəfində, yəni bu tərəflərdən içim çox doludur. Bizim tək sahibkarlar deyil, marketoloqlarımız da var, hansı ki, təəssüflər olsun ki, dırnaq arası marketoloqdur və təlimlər deyir, gənclərə təlimlər deyirlər, gəncləri bu sahədə nə edə biləcəkləri və real кейsinə baxanda adam haçansa hardasa marketinq fəaliyyəti göstərib və işdən qovulub, hardasa nəysə problem olub, hardasa şirkət batırıb, amma bugün marketinq təlimləri deyir. Yəni hətta mən gənclərimizə də deyirəm ki, təlimçini seçərkən kimin təliminə getdiyinizi mütləq şəkildə öyrənməlisiniz. Yəni okey, gənclərimiz, tələbələrimiz ələxüsusda pulsuz təlimlərə həvəslidirlər və istəyirlər ki, çünki məvacibləri ona imkan vermir. Amma hətta pulsuz olanda belə həmin təlimçinin mütləq ki, keçmişini, gələcəyini və ya fəaliyyətini mütləq şəkildə araşdırmalıdırlar ki, sonra təlimə getsinlər. Çünki o təlim onların təməlinin başlanğıcıdır və bu başlanğıcı düzgün qoymaq lazımdır. Qəşəng, çox belə net cavab verirsiniz. Bu yaxşı deyil. Elə ki, açıq qoyun ki, mən suallar verə bilim, xahiş eləyirəm. Ya da oradan qəşəng məqamı vurğuladınız, əslində tamamilə razıyam. Bir də mən onun tərəfdarıyam ki, maariflənməklə yanaşı biz güvənməyi öyrənməliyik. Biz güvənməyi bilmirik, çox təəssüf ki, daxildəki əməkdaşlarımıza belə güvənmirik bəzən. Yenə də ki, ona tam olaraq o səlahiyyəti verə bilmirik. Necə ki, rəhbər təyin olunur, amma səlahiyyət tam olaraq verilmir. Eyni şəkildə də agentlik məsələsində. Əgər bu
agentliyin portfoliosu ilə tanış olmuşuqsa, biliriksə dəstək xətti necədir, onun baxış bucağından da prosesə baxmaq lazımdır. Biz öz baxış bucağımızdan baxırsa, o zaman niyə agentliyə müraciət edək? Yəni mən hər zaman bunun tərəfdarı olmuşam ki, mütləq bu şəkildə güvənməliyik. O şey olmasın da edit 1, edit, sonuncu edit. O fayllara gəlib çıxmamalıdır. Xəyirli xanım, yaxşı, belə qəşəng iştahla danışırsınız. O zaman sizin fikrinizi soruşum bu məsələdə. Azərbaycanda hal-hazırda brendləşmə, markalaşma necə bir proses? Proses nə yerdədir sizcə? Necə gedir inkişaf? Qlobalları çıxarsaq, qlobalları nəzərə almasaq, yerli markaları nəzərə alsaq, yenə də əllə sayılası qədərdir. Yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar yenə də qazanca baxırlar. Mən bu gün qazanıramsa, mən bu ilə təmin oluram. Baxanda brendləşmələri təəssüflər olsun ki, heç də ürək açan deyil. Və bunu biz necə eləyə bilərik? Yəni bizlər, bizim sahədə çalışan insanlar necə eləyə bilərik? Məncə buna da illər, zamanlar lazımdır ki, yenə də həmin sahibkarları maarifləndirərək. Yəni çünki brendləşmə bizdə ümumiyyətlə brendləşməyə pul, büdcə ayırmaq belə bizdə artıq xərc kimi görsənir ki. Bu artıq xərcdir də. Yəni bunu mən niyə eləyim ki? Hətta mən sizə bir şey deyim ki, devalvasiya vaxtında İlk sıxılan büdcə marketinq büdcəsi idi. Yəni hər kəs düşündü ki, mən marketinqi nə qədər azaltsam, o başa düşülmür ki, sən brendi kiçildirsən, brendi azaldırsan. Yəni əksinə marketinqi bəzi çalışdığımız şirkətlər var idi ki, hansı ki əksinə elədi və bu günləri də onların həm brendləşməsi, əksəriyyəti liderdirlər bazarda. Bəli, ilk sıralarda olanlardandır. Bu bank sahəsində də biz o vaxt çalışırdıq. Elektronikada da var. Elektronikada da var, bəli. Və brendləşmə çox önəmlidir ümumiyyətlə. Düzgün sloqan çox önəmlidir. Yəni insanlara misal üçün sloqan çox belə mənasız bir şey gəlir də, gözəlləşim, yaxşılaşım, nə bilim, nə olum, təəssüflər olsun ki, reallığımız budur. Amma onun önəmini bilmirlər. Onun yəni o onlara nə qatdığını bilmirlər. Ona görə hər bir halda fırlanıb gəlirik yenə də maariflənməyə. Ona görə mən düşünürəm ki, biz bu maariflənmə məsələləri ilə bağlı əlimizdən gələni maksimum etməliyik. Hər kəs öz tərəfindən nə qədər maarifləndirsə. Bir də siz qeyd elədiniz əməkdaşlara güvən məsələsini. Bir tərəfdən sahibkarları qınamıram açığı, çünki 15 ili mən, ümumiyyətlə mən tanıyan insanlar bilir ki, mən bir insana güvənirəmsə, tam olaraq güvənirəm və bunu əməkdaşlarım da bilirlər ki, mən ya güvənirəm, ya güvənmirəm. Əməkdaşlar, mən də hal-hazırda bizdə şirkətdə çalışan əməkdaşlarım, güvəndiyimiz əməkdaşlarımızdır. Və mən onlara güvənmədiyim zaman təəssüflər olsun ki, biz bir yerdə davam edə bilmirik. Çünki artıq o mənim güvənimiz hardasa sarsıldı və o qədər əmin oluram ki, sarsılmasından, ondan sonra qərar verirəm. Çünki o əməkdaşın da gələcəyini nəzərə almalıyıq əlbəttə ki. Güvəndiyimiz zamanda çox başımıza oyunlar gəlib, Şəbnəm xanım, Əli bəy. Yəni həqiqətən də çox oyunlar gəlib. Düzdür, Allaha şükür ki, mən həmişə deyirəm ki, ruzunu verən də Allahdır, alan da Allahdır. Yəni bizim hər birimiz, biz nə qədər də bir-birimizə dəyərsizləşdirsək, nə qədər bir-birimizə o loru dildə desəm tələ qursaq, gecə-tez o tələyə gəlib özümüz düşürük zaten. Yəni sən olmaqdan çıxmamalısan. Yəni sahibkarın tək öhdəliyi özü deyil. Sahibkarın tək öhdəliyi ailəsi deyil. Mən həmişə deyirəm, bizim hal-hazırda 50-yə yaxın əməkdaş çalışır. Mən həmişə deyirəm ki, 50 dənə əməkdaşın ailəsi o sahibkarın qazancına baxır. Və o sahibkar qazanmadığı zaman bütün hamısının öhdəliyin yükünü daşıyır. Yəni mən hər zaman düşünürəm ki, bax ay sonu gələndə sahibkar birinci əməkdaşlarını təmin eləməlidir. Yəni onların məvaciblərini təmin eləmək üçün maksimum çalışmalıdır. Sonra artıq özünü təmin eləməlidir. Ona görə o güvən məsələsi də çox biraz ruslar demiş ki, sporlu məsələdir. Güvənirsən bir problem, güvənmirsən bir problem. Amma biz sahibkarlar olaraq artıq illərdir təcrübəmiz olduğu üçün və insanları
insanları tanıdığımız üçün ən azından o qabiliyyətimizdən istifadə eləyərək, haçansa kiməsə güvənmişəm, düzgün olmayıb və ya hansısa problem gəlib başıma yox da, buna da şans verim. Buna da nəticə etibarilə biz artıq insanları tanıyırıq, azdan çoxdan insanları tanımağa başlamışıq və sahibkarlarımız mütləq şəkildə mən bir də düşünürəm ki, nə boyda şirkət olur olsun, nə boyda sahibkar olur olsun, sahibkar mütləq şəkildə bütün əməkdaşları ilə özü şəxsən görüşməlidir. Yəni mütləq şəkildə görüşməlidir və ən azından 5 dəqiqədə olsa, 10 dəqiqədə olsa ünsiyyətə girməlidir. Çünki sahibkarlar da HR-dır. Mən hətta bizdə düzdür, əlbəttə ki, böyük şirkətlərdə onların 100-dən, 300-dən, 500-dən, 1000-dən çox əməkdaşı var. Bu biraz da real gəlmir ki, bu qədər əməkdaşlarla, amma mütləq şəkildə o bir yolla o əlaqəni qurmalıdır. O əməkdaşını çözməyə öyrənməlidir. O zaman inanın ki, şirkət də düzgün yolda və o sağlam insanlarla inkişaf eləyəcək. Mən sizin o sualınızın birinci hissəsi ki var idi, brendləşmə ilə bağlı bir dənə də dialoq yadıma düşdü. Bu yaxınlarda bir dialoq oldu yəndə. Kifayət qədər böyük bir şirkətdir və milyonları idarə edirlər. Amma markalaşma deyək də, brendləşmə dediyiniz markalaşma şirkətin marka strategiyası olmadığına görə də bunun ortaya çıxan təzahürləri, ən çox qabarıq görsənən təzahürləri nədir ki, bilirsən, məsələn, marka strategiyası yoxdur şirkətin. Gündəlik hansısa, yəni stres azalmır heç vaxt. Şirkətin ümumiyyətlə biznes fəaliyyətində stres azalmır. Yəni burada stres pikdə olur. Həm bu əməkdaşların verdiyi feedbackdən hiss olunur ki, marka strategiyasının olmaması zədələridir. Həm də ki, biznesin durumundan, rəqabət vəziyyətindən. Məsələn, çox rahat qeyd edirlər ki, misal üçün də hər gün gözümüz yolda, qulağımız səslədir ki, bu dəqiqə bazarda nəsə bir rəqib, hansısa bir hərəkət eləyəcək. Biz nəsə mütləq dayanmamalıyıq, biz də nəsə eləməliyik. Filan kəs başqa bir şey eləyəcək, indi ona cavab verməliyik falan. Niyə? Çünki şirkətin marka stratejisi yoxdur. Marka stratejisi olmadığına görə sən hər gün oturmusan ürkək formada tikan üzərində ki, görəsən sabah hansı xəbər çıxacaq, sabahki xəbər mənim satışlarımı aşağı salmayacaq. Kimi çatdıra bildim. Yəni bu təzahürlər hamısı marka strategiyasının, brendləşmə strategiyasının olmamağının təzahürləridir. Əla, qəşəng. Necə oldu bəs gəldiniz reklam və marketinq, reklam və adını düzgün deməyə bilərəm. Reklam və marketinq sahəsinə dəstək ictimai birliyi. Reklam və marketinq sahəsinə dəstək ictimai birliyi sahəsinə necə oldu ki, gəldiniz? Elə bu bax bu yaraları gördünüz, dözmədiniz, gəldiniz yoxsa? Çünki bilirəm ki, yəni 15 illik şirkəti idarə etmək özü elə bir insanın vaxtını daha çox alan bir, özü də deyirsiniz ki, əməkdaşlarla bir görüşmək falan. Əgər deyirsinizsə bunu ki, eləyirsiniz əminəm buna. Necə çatdırırsınız bəs? Və necə oldu ki, ora gəldiniz? Əslində bu ictimai birlik falan bilirsiniz də, sahibkarlıq fəaliyyəti özdə hər şey özündən asılıdırsa və hər şeyi sən etmək məcburiyyətindəsənsə, çox çətindir digər şeylərə vaxt ayırmaq. Çünki sən vaxt ayırdığın zaman sənin şirkətin artıq o vəziyyəti olmayacaq. Amma mənim bəxtim bir tərəfdən gətirib ki, mənim şirkətim artıq 5 il olduğu zaman mənim yaxın rəfiqəmi dəvət elədim yanıma və sağ olsun ki, gəldi. Hal-hazırda bizdə həm təsisçidir və ona tam şəkildə hər şeyə güvənə bilirəm, güvənmişəm. O artıq hər şeyi idarə edir deyənə mənim o vaxtım alınır, qalır. Və vaxtımı necə dəyərləndirə bilərəm? Mən ümumiyyətlə ictimai işləri çox sevirdim. Gəldi bu pandemiya dövrü düşdü və bizim reklam billboardlarımız var. Bütün Azərbaycan üzrə reklam billboardları qoymuşuq. Və pandemiyada heç kim bayıra çıxa bilmir. Bütün billboard reklamları dayandırıldı. Bütün müştərilər dedi ki, demontaj eləyin. Biz bayıra çıxa bilmirik bunu demontaj eləməyə və Dövlət Reklam Agentliyinə ödəniş eləməliyik məcburi şəkildə. Çünki reklam yayımlayırıq. Qanuna əsasən də reklam pul ödəməliyik.
Mən reklamçılarımızı yığdım və bir reklamçılar qrupu açdım. Gəlin birlikdə müraciət eləyək dövlətə və bu zaman siyahı çıxdı. Zərər çəkmişlər, zərər çəkməmiş sahələr. Bizim sahə heç bir tərəfdə yoxdur. Nə zərər çəkmişlər və nə zərər çəkməmişlər. Və mən öz sahəmi həqiqətən çox sevirəm. Yəni bizi bu qədərmi belə pis çıxmasın ciddiyə almırlar qurum olaraq, fəaliyyət olaraq, sahibkar olaraq. Bu məni çox incitdi. Və reklamçılarımızla danışdıq. Birlikdə İqtisadiyyat Nazirliyinə müraciət eləyək. Biz müraciətimizi hazırladıq həm İqtisadiyyat Nazirliyinə, sonra KOBİAda nazir müavini ilə iclas oldu. KOBİA o zamanlar çox aktiv idi və çox onlayn görüşlər dövlət qurumları ilə keçirirdi. Mən orada çıxış elədim, nazir müavini ilə danışdım. Dedi, müraciət göndərin və ya ictimai birlik olaraq müraciət göndərin, ya sahibkar olaraq. Və bizə ondan sonra KOBİAdan da əlaqə saxladılar. İqtisadiyyat Nazirliyində ki, sizin bir ictimai birliyiniz yoxdurmu? Bizim ictimai birliyimiz bu sahədə var idi əslində, amma fəaliyyətini dayandırmışdı, fəaliyyət göstərmirdi və biz sahibkarlar olaraq hamısı bir-bir, siz təsəvvür eləyin ki, məktubu hazırlamışıq, bir-bir ona o rəhbərə zəng vururam ki, gəlin görüşək, buna mütləq şəkildə imza çəkin və çıxış olmur. Yəni çox çətinliklə o məktubu hazırladıq, göndərdik. Sağ olsun dövlətimiz, İqtisadiyyat Nazirliyi də bunu nəzərə aldılar və bizi zərər çəkmişlər siyahisinə saldılar. Orada da yenə bizdən ictimai birliyimizlə bağlı sual verdilər və mən onda qərar verdim ki, biz ictimai birliyi yaratmalıyıq. Bir neçə reklam rəhbəri ilə artıq pandemiya yumşalmaya gedirdi. Mən bu dövrdən başladım müraciətlər göndərməyə. Nizamnamə hazırladıq falan və bir neçə reklam rəhbəri ilə görüşdük, danışdıq. O zamanlar da mənim Dövlət Reklam Agentliyi ilə çox ciddi problemlərim var idi. Təəssüflər olsun ki, və çox ciddi şikayətlərim olurdu. Bu reklamçı dostlarımız da artıq bir yerdən sonra gördülər ki, bu qeydiyyatdan keçmir və artıq üstünə 2 il keçib qeydiyyatdan keçmir. Hər dəfə gedirəm, 2 ay, 3 ay sonra gəlir ki, filan şey dəyişin, peşman şey və yavaş-yavaş artıq azalmağa doğru getdilər ətrafımdan və sonda tək qaldım və bir də bir nüans var idi, deyilmişdi ki, o birlikdə olsanız və ya Xəyla Xamiyandı kim olsa, bu tərəfdən qara siyahıya düşəcək. Ona görə, amma mən davam elədim. Mən demişdim ki, mən bunu yaradacağam və düz 4 il çaba göstərdim. 4 ildən sonra birlik yarandı. Hətta biz Dövlət Dil Monitorinq Mərkəzi ilə Şuşaya gedirdik. Onların 3 illikləri idi, mən yadımda dəqiq qalıbsa, qeyd eləməyə gedirdik orada. Biz yolda olanda mənə zəng vurdular ki, artıq avqust ayı idi. Mənə zəng vurdular ki, artıq qeydiyyatdan keçib, hazırdır. Dostlarımız sağ olsun, çox dəstək oldular. Onlara da təşəkkür edirəm, amma birlik yarandı və birlik yarandığı zaman yenə də əlbəttə ki, üzvlərimiz, o danışdığımız dostlarımızın bəziləri ola bilmədilər. Çünki onları da başa düşürəm, fəaliyyətlərində problem yaranmasını istəmirdilər və amma bugün çox-çox şükürlər olsun ki, artıq istədiyim nəticələrə çatıram. Bir şey də deyim, Əli bəyə dedim öncədən ki, Azərbaycan bazarına bu sahə ilə bağlı çox adamlarla görüşdüm, danışdım. Hətta Əli bəyi də o zaman mən tapmışdım, fəaliyyətini izləyirdim, amma tapdım, əlaqə saxladım, sağ olsun məni qırmadı, gəldi, görüşdük. Və mən danışdıqca, hansı ki, necə ki, Əli bəyi izləmişdim, həmin insanlar da izlədik var idi və mən danışdıqca gördüm ki, bunlar sadəcə olaraq çox gözəl danışa bilirlər. Təəssüflər olsun ki, dərinə gedəndə heç bir şey yoxdur, yəni baza yoxdur. Sadəcə olaraq çox gözəl nəzəriyyəni öyrəniblər və çox gözəl danışırlar. Bu danışıqlarla da insanları cəlb edirlər və həmin adamları yavaş-yavaş çox belə etik şeydə davam eləməməyə qərar verdim və hal-hazırda çox çalışıram
qlobal marketinqin Azərbaycanda necə inkişaf elətdirə bilərik, qlobal marketinq təcrübələrindən necə yararlana bilərik. Xarici bazarı araşdırmağa qərar, yəni üz tutdum xarici bazara və bilirsiniz ki, Türkiyədə bu çox böyük inkişaf eləyib. Yəni marketinq orada çox gözəl inkişaf eləyib. Ona görə də ilk Türkiyədən başladım. Türklərlə əlaqəyə girdim. Bir çox qurumları ilə onların memorandumları imzaladıq və inanıram ki, yaxın günlərdə və yaxın zamanda inşallah ki, bu ilə bağlı daha böyük işlər görəcəyik. Bu arada sizi də yanımızda görmək istəyirik. Sevə-sevə inşallah. Bu ictimai bilik haqqında indi yeni eşidənlər, bizi izləyənlər təxmini, məsəl üçün tutaq ki, marketinq mütəxəssisləridir. Onlar da birliklə maraqlanırlar, fəaliyyət istiqaməti ilə hansı layihələr icra edəcək, gələcək üçün planlar nədir? Qısa olaraq buna da toxunsaz sevinərəm. Gələcək planlarımı deməyəcəm Şəbnəm xanım. Yaxşı, demirik, gəlin üzv olun ondan sonra. Çünki bilirsiniz, o öncədən danışıb, sonra nəticə verməməkdənsə, nəticə verib, sonra göstərmək də ondan danışmaq daha yaxşıdır məncə. Ona görə bu tərəfdən üzrlü sayın məni. Yox, problem yoxdur. Yaxşı, maraqlansalar necə üzv, bəlkə üzv olmaq istəyənlər var, bəlkə qoşulmaq istəyənlər var. Bizim saytımız artıq bir həftə falan sonra aktiv olacaq. Sosial şəbəkələrdən əlaqə nömrəsi var, əlaqə saxlaya bilərlər. Bütün məlumatları yerləşdirəcəm. Bu yayımlananda artıq sizin saytınız aktiv olacaq. Mütləq aşağıda yerləşdirəcəm hamısını. İnşallah, təşəkkür edirəm. Biz təşəkkür edirik. İndi mən icazənizlə biraz söhbətin axarını dəyişmək istəyirəm. Vaxtımız yavaş-yavaş qurtarır da istəyirəm. Bizi izləyənlər aralarında xanımlar var və mənim ümumiyyətlə bu YouTube kanalımı açanda ilkin niyyətim və ümumilikdə fayda verməkdir, amma əlil xüsusda xanımlara, qadınlara fayda verməkdir və bu YouTube kanalda ilk yayımlanan buraxılışda günün işi idi. Orada da biz sahibkar xanımlarla, biz deyər ki, Vüsal'la mən komanda olaraq xanımlarla görüşürdük, sahibkarlarla və onlarla biznesi necə qurmaq haqqında müsahibələr alırdıq. Niyə bunu edirdik? Bir çox məqamda xanımlar biraz geri çəkən, biraz çəkindirən məqamlar var idi və biz göstərməyə çalışırdıq ki, bunu ediblərsə, artıq edilibsə, yəni çəkinməyə ehtiyac yoxdur, sən də edə bilərsən. Hansı yolla necə? Gəl bu müsahibəni izlə və bunu öyrən. Hara müraciət etmək lazımdır? Necə addımlar atmaq lazımdır? Düzdür, indi hal-hazırda davam edə bilməm, amma düşünürəm ki, Marketing Talks da kifayət qədər elə fayda verən buraxılışlardan biridir. Bu yaxınlarda, hardasa indi bu buraxılış yayımlananda bir ay olacaq. Məni dəvət eləmişlər Bakı Dövlət Universitetində qadınlar marketinqdə mövzusunda çıxış etməyə. Tələbələr idi, gənc xanımlar idi. Zalın 99% xanımlar idi. Mən fikirləşdim ki, mən 10 dəqiqədə vaxtım var idi. Mən fikirləşdim ki, 10 dəqiqə ərzində mən marketinq sahəsində nə danışa bilərəm də. Yəni ümumi nə məlumat verə bilərəm. Və biraz araşdırmağa başladım. Düzü çox qısa bir vaxtım var. Deyil, bu gün xəbər verilmişdi ki, sabah artıq çıxış eləməliyəm və mən gecə ilə sadəcə araşdırmaq istədim. Araşdırdım ki, nələrdən danışa bilərəm 10 dəqiqə ərzində. Mən icazənizlə bir maraqlı statistik məlumatlar tapmışdım, hansı ki, Forbes jurnalı, Harvard Universiteti araşdırmalar eləmişlər. İcazənizlə bir dənə o fayllardan elə şifahi də deyim, sonra sualımı verəcəm. Bir dəqiqə orada kəsərsən üzaldan tapım onu tez. Bir dəqiqə. Kəsmədi. Məncə də kəsməyib. Vüsal. İndi buradadır onsuz da. Özümə göndərmişəm o faylı. Aha. Deməli, statistik məlumatların kimlər tərəfindən araşdırıldığını siyahı olaraq yazacağam. Mən sürətli keçid eləyəcəm. Qadınlar qlobal istehlak xərclərinin 70-80%-ni idarə edir. İkinci statistik məlumat. Evdəki əsas alış-veriş qərarlarının 85%-ni qadınlar edir. Üçüncü statistik məlumat. Lüks avtomobil alışı zamanı, bunu Forbes araşdırıb xüsusi olaraq vurğulayım, qərarların 62%-ni qadınlar verir. Qadınlar kişilərdən 3 dəfə daha çox sosial mediada məhsul tövsiyələrinə təsir göstərir və qadın sahibkarlar dünyada kiçik və orta biznesin 30%-dən çoxunu idarə edir. Və bu maraqlı statistikanı... Tursual gedir. İnşallah ki, 90% olar. İndi, bu statistikaya maraqlı bir statistik məlumat da var idi. Hansı ki, bir balaca necə deyirlər, tərəzinin gözündə eyni oturmadı. İkinci statistik məlumatım belə idi. Dünyada marketinq rəhbərlərinin yalnız 37% qadındır. Marketinq reklamlarının 85%-i kişilər tərəfindən hazırlanır. Qadınların və qadınların təsvir edildiyi reklamların yalnız 3%-də onların güclü, lider və ya peşəkar rolda göstərilir. Bunu kəsərsiz. Bu təəssüfləndirici bir məqamdır. Yəni araşdırma tərəfindəndir. Mən nəyə görə bu məsələyə vurğuladım? Və çox maraqlı
bir yazı oxudum. Türkiyəli xanım bir marketinq mütəxəssisi idi. Böyük bir mağazalar şəbəkəsinin adını indi çəkmirəm. Böyük bir mağazalar şəbəkəsinin marketinq departamenti rəhbəri idi. O vurğuladı ki, adətən biz IQ tərəfdən daha çox vurğulayırıq hər zaman, amma bir marketinq tərəfindən EQ, yəni emosional zəka tərəfi var və bu ikisinin balansı marketinqdə daha çox üzə çıxır və bu da xanımlarda çox istəyirəm əli. Bu da xanımlarda balansı qorumaq daha yaxşı alınır. Yəni yalnız xanımlarda alınır demirik. Daha yaxşı alınır. Və bütün bu statistik məlumatları niyə vurğuladım? Bizi izləyən xanımlar, elə bəylərin özləri də olsun, fərqi yoxdur. Qadın lider olmaq, idarə etmək, sahibkarlıq etmək nəyi çətindir, nə mane olur və bunu necə aşdınız? Mən də bir statistika deyim. Bizdə də təlimə gələnlərin 62% xanımlardır. Yəni. Elə bu ən yaxşı nümunələrdən biri də budur. Yəni qruplara daxil, M1 qruplarında bir oğlan olur, 9 qız olur, 2 oğlan olur, 8 qız olur. Yəni xanımlar olur əksəriyyəti. Əslində bunun bir tərəfi də pisdir. Çünki oğlanlarımız təəssüflər olsun ki, biraz tənbəlləşməyə doğru gedirlər. Artıq daha rahat necə pul qazanım yönümdə gedirlər. Və yaxud da ki, hər şeyi bilirəm artıq qənaətində. Hə, yəni təəssüflər olsun ki, budur. Xanımlar isə daha açıqdır öyrənməyə, hər zaman öyrənməyi sevirlər. Sualınıza gəldikdə isə deyim ki, elə çəkiləsi sahədir. Bəli. Yəni əslində baxın, biz xanımlar nə qədər çox inkişaf eləsək, biz övladlarımızda o qədər çox düzgün tərbiyə eləyəcəyik, gələcək üçün düzgün hazırlayacağıq. Ona görə mən xanımlarımızı da qınamıram, çünki biz necə mental dəyərlər var da, hansı ki, hal-hazırda da hətta biz xanım yoldaşından sonra evə gəlməməlidir. Xanım gec gəlməməlidir, sən xanımsan. Sən bunu etməlisən. Bu sənin öhdəliyindir kimi o mental dəyərlər var, hansı ki, onları mən artıq mental dəyər yox, mental yükləmə kimi baxıram. Çünki hər kəs bir şəxs fərddir və hər kəs özü üçün qərar vermə hüququna malikdir. Hətta mən ətrafımda da var, deyirlər ki, oğlum evlənər, problem yox, əsas qızım ailə qursun, önəmli olan odur, o getsin, mən rahatlaşacağam. Bu analarımızı qınamıram bir tərəfdən, çünki onlar da onu görüblər və onu təbliğ eləyirlər. Amma biz artıq 80-cı illərin anaları olanda, yəni bizim pokoleniyanın anaları olanda mən onları artıq qınayıram. Niyə qınayıram? Çünki biz artıq daha çox informasiya, bizdə daha çox informasiya var. Biz daha çox bu sosial şəbəkələr, sosial maariflənmələr, yəni daha çoxdur. Nəinki bizdən öncəkilər. Yəni bizdən öncəkilər bizim qədər bilmirdilər, bizim qədər yəni məlumatlı deyildilər. Ona görə mən mən qızlarımıza demək istəyərəm ki, analarını qınamasınlar əslində, amma mübarizə aparmağı öyrənsinlər və mübariz olsunlar mütləq şəkildə. Özləri nə istəyirlərsə, mən xanımlarla çox təlimlərdə oluram, görüşürəm, danışıram, sırf bu sahibkarlıq fəaliyyəti necə biznesə gələ bilərlər və çox təəssüflər ki, çox uşaq qızlarımız deyir ki, mən filan yerdə oxuyuram, amma indi gedirəm filan şey kurslara, çünki mən həkim olmaq istəmirdim, məsəl üçün, mən dizayner olmaq istirdim, indi dizayn kurslarına başlamışam. Axı bu ana düşünməlidir ki, övladının illəri istəmədiyi bir yerdə keçir və xoşbəxt deyil. Biz xanımlar nə qədər xoşbəxt oluruqsa, cəmiyyət o qədər inkişaf edir və cəmiyyət o qədər xoşbəxt olur. Ona görə bizim bəylərimiz də bunu başa düşməlidir, qəbul etməlidir. Yəni, xanımlara sən bunu etməlisən deyil də, mən sən nə etsən sənin yanındayam yanaşması etməlidir. Və mənim ətrafımda da, bizim sahədə bəylər daha çoxdur və bir xanım inkişaf eləyirsə, mütləq şəkildə bunun mütləq şəkildə arxasında bir bəy var. Təəssüflər olsun ki, bu maşın sürürsə, bunun arxasında bəy var, bu şirkəti varsa arxasında bəy, bu özü bunu eləyə bilməz. Yəni, belə yanaşma var ki, bu necə bunu eləyə bilər? Bunda bu potensiallardan ola bilər ki, bu qadındır axı.
mən bunu o qədər bununla üzləşmişəm ki, yəni bu gün də üzləşirəm. Maraqlı. Təəssüflər olsun ki, bu gün də Həm əlimdə üzləşirəm. çəkdiyimizi bilmirsiniz. Bəli. Və o qıcığı görürsən. Sən çıxış elədiyin zaman hətta o qıcığı görürsən. Səni Elementar dinləmək avtomobil idarə istəmir. edən zaman o qıcığı görürsüz. Bəli. Və Bəli. ona görə mən istəyirəm ki, bəylərimiz də başa düşməlidir ki, onları idarə edən də xanımlardır. Anası idarə eləyir, yoldaşı idarə eləyir, bacısı idarə eləyir, qızları idarə eləyir. Yəni bəylər ona görə xanımlar necə yəni belə qabağa gedir yox da, əksinə dəstək olmalıdır. Çünki öz anasına da evində dəstək olmur. Təəssüflər olsun ki, öz qızına da ki, sən qızsan, yerivi bilməlisən. Yəni bu söhbət yığışdırılmalıdır artıq. Mənim üçün əxlaqdır, tərbiyədir, çox önəmlidir. Amma əxlaq qadında da eynidir, kişidə də eynidir. Yəni qarşılıqlı olmalıdır. Yəni qız övladına verdiyin tərbiyəni oğul övladına da verməlisən. Bu oğlandır, bu saatda gələ bilər, bu qızdır, bu saat. Yəni bunlar yığışdırılmalıdır artıq. Artıq hər kəs əlbəttə ki, o tərbiyə, əxlaq çərçivəsindən çıxmayaraq, hər kəs qadın olaraq da qadınlıq fəaliyyəti ilə istədiyi sahə ilə məşğul ola bilər. Mən avtomobil assosiasiyası var, mən o gün onlarla danışıram. Heç bir avtomobil dilləri qadın yoxdur bizim Azərbaycanda, təəssüflər olsun ki, və bunu necə dəyişdirə biləriyin üzərində hamımız birlikdə çalışmalıyıq. Çox təşəkkür edirəm Xəyalə xanım. Əslində sonda soruşacaqdım ki, xanım gənc sahibkar olmaq istəyən, nəinki gənc, ümumiyyətlə sahibkar olmaq istəyən xanımlara, amma düşünürəm podkastda sizin elə əzminiz və iradəniz hansı ki göstərdiniz ki, 4 il ərzində çalışmısınız, neçə il ərzində çalışmısınız, dayanmadan mail yazmaq, müştərini əldə etmək, ən böyük cavab elə bu olacaqdı ki, əzm və iradə lazımdır ki, bir işi qurmaq üçün ən önəmli məqamlardan biri budur. Çox təşəkkür edirəm. Çox maraqlı söhbət oldu. Hər şeydən danışdıq, həyata dair toxunduq. Mesajlarınızın üzərinə çox getməyəcəm. Məncə elə bu ən necə Türklər demiş, kıvamındadır. Yəni o tərəfə də vurğulamayacağam. Çox sağ olun. Təşəkkür edirəm. Gəldiniz, dəyər qatdınız. Çox sağ olun. Yenə deyirəm ki, belə bir verilişə, belə bir podkastda mütləq şəkildə insanların ehtiyacı var idi və nə gözəl ki, real кейsləri olmuş insanlar tərəfindən yaradılıb. Bu qədər. Təşəkkür edirəm. Çox sağ olun. Mən də əlavə eləmək istəyirəm. Bir suala onsuz öncədən demişdim ki, 2 xanım çətin olacaq. Dedi, yox. Gedin oturun orada. Ha, oturdum, gördün? Niyə çətin olmadı ki müəllim? Siz ki hər zaman dəstək olanlardansınız. Ona görə daha mən heç nə demirəm. Mən görürəm ki, siz qızlarınızın təhsilində üzərində necə əsirsiniz, onların hobbilərinin üzərində necə əsirsiniz. Mən görürəm ki, siz Marlabda daha əsas tərəfdaşınız öz yoldaşınızdır. Da bunun o tərəfinə olsun müəllim. O biri tərəfdə yoldaşım gülür indi bu sözlərə, amma ediyor. Onu da sevirik. Çoxlu salamlar. Bəli, bizi izlədiyinizə görə təşəkkür edirəm. Çox möhtəşəm bir buraxılış alındı. Belə necə deyirlər, o ağzım deyir, qulaqlarımda belə ayrılıram. Əminəm ki, siz də fayda götürdünüz. Fərqi yoxdur hansı sahədə, fərqi yoxdur hansı sualdan. Bəlkə də öz axtardığınız hansısa bir mesaj var idi ki, bu buraxılışdan o mesajı əldə etmişdiniz. Nə xoş bizə. Çox sağ olun. Bizim bugünkü buraxılışımızın bir tərəfdaşımız var. Digibum agentliyinə çox təşəkkür edirəm. Elə onun da təsisçisi xanımdır. Sənanə xanıma və komandasına çox təşəkkür edirəm. Hətta Sənanə xanımın komandasında xanımlar idarə edir. Onlar da mənə dəstək olurlar. Hamısı xanımlardır. Hamısı xanımlardır. Ona görə də qürurla deyirəm. İstərsiniz içim belə şey olur. Yəni kəpənəklərim deyir, uçur gedir. Çox şad oluram. Həqiqətən də çox təşəkkür edirik və bizim bir də sponsorumuz var. Əlbəttə ki, onu da vurğulamalıyıq. Oba Marketlər şəbəkəsinə. Aynur xanıma təşəkkür edirəm. Çox təşəkkürlər Aynur xanım. Çox təşəkkürlər. Çox təşəkkür edirəm ki, bizim podkastımıza güvəndiniz və eyni şəkildə dəstək oldunuz. Biz sizdən məmnunuq, ümid edirik. Siz də bizdən məmnun olarsınız. İzləməyə davam eləyin. Suallarınız, qonaq tövsiyələriniz olarsa da yazın, bəyənin, dəstək olun. Çox sağ olun. Sağ olun. Görüşərik.